Choose the correct statement according to the text. Yəni, mətnə uyğun olan düzgün fikri seçməliyik. We are excited to welcome Nona Davis to the Miroil family. Biz Nona Davis'in Miroil ailəsinə qoşulmasına sevinirik. Yəni, onu qarşılamaqdan həyəcan duyuruq. Excited. Starting on April 3rd, Nona will join us as a copywriter. Aprelin 3-dən başlayaraq Nona bizə mətin yazarı kimi qoşulacaq. Yəni, bizdə işləməyə mətin yazarı kimi başlayacaq. She'll be responsible for creating blogs and video scripts for social media campaigns and report to Josh Anderson, the leader of content team. O, blogların və video ssenarilərinin yaradılmasına cavabdeh olacaq. Bunun üçün yəni məsuliyyət daşıyacaq. Sosial media kampaniyaları üçün işləyəcək və content komandasının rəhbəri Josh Anderson'a hesabat verəcək. Nona graduated from the University of North Carolina with a degree in communications. Nona Şimali Carolina Üniversitetini kommunikasiya ixtisası üzrə bitirib. She has worked as a marketing copywriter for 5 years with Balance Inc. O, Balance Inc. şirkətində 5 il marketing mətin yazarı kimi, marketing sahəsi üzrə mətin yazarı kimi işləyib, çalışıb. Nona David's new job involves creating blogs and video scripts. Nona David'in yeni işi bloglar və video ssenarilər hazırlamaqdan ibarətdir. Artıq biz Nona Davis'in iş fəaliyyəti haqqında məlumat aldıq. Onun haqqında olan düzgün cavabı seçməliyik. Mətnə görə düzgün cavabı. A variantında Nona has been working for Miroil's media campaign for a month. Burada qeyd olunur ki, Nona Miroil media şirkətində bir aydır ki, işləməyə davam edir. Halbuki o burada işləməyə yeni qoşulacaq, hələ qoşulmayıb. It is Nona Davis' first experience as a copywriter. Deyir ki, bu Nona Davis'in mətin yazarı kimi ilk təcrübəsidir. Mətndə isə necə verilmişdi? Mətndə deyilirdi ki, o 5 il müddətində Balance Inc. şirkətində marketing mətin yazarı kimi işləyib. Artıq deməli onun təcrübəsi yetərincə var idi. Bu bənddə səhv oldu. C variantında Anderson studied in University of North Carolina. Bu bənddən biz anlayırıq ki, ümumiyyətlə belə mətnlərdə adlara xüsusi diqqət yetirməliyik. Burada Anderson kim idi? Anderson bu şirkətin başçısı idi. Qeyd olunan universiteti, yəni Şimali Carolina Üniversitetini bitirən isə Anderson deyil, Nona Davis idi. Çaşmayaq, C variantı da səhvdir. D variantına baxaq. One of Nona's duties is to write new blogs. Nona'nın vəzifələrindən biri də yeni bloqlar yazmaqdır. Mətnə baxsaq, görəcəyik ki, belə yazılıb. She'll be responsible for creating blogs. Bəli, to write və ya to create burada eyni mənanı bildirir. New blogs düzgün cavab D variantıdır. Amma digər variantı da baxaq. E variantında Nona has been appointed to lead the content team.
Yani Nuna Davis bu şirkətin Content Team adlı şirkəti başçısı təyin olunub. Əslində isə şirkətin başçısı Josh Anderson idi. Nuna Davis isə oxuduğumuza görə sadəcə bir copywriter, yəni mətn yazarı idi. Və bu vəzifə üzrə də şirkətdə işləməli idi. Düzgün cavab hansı oldu? D variantı. İnanıram ki, siz də məhz bu variantı seçmişdiniz.